Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən 27 dekabr tarixində 91-ci il noyabrın 20-sində Qarabağda törədilmiş terror aktı nəticəsində helikopter qəzasında faciəvi şəkildə həlak olmuş Azərbaycanın Daxili İşlər Naziri, Müdafiə və Təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Məhəmməd Əsədovun ailəsinə ağır itki yüz verib. Xəbər verilir ki, sabiq nazirin oğlu Nazim Əsədov vəfat edib. Dünya Karate Federasiyası Rafael Ağayevlə bağlı paylaşım edib. Xəbər verilir ki, paylaşımda Azərbaycanlı karateçinin karyerası ərzində əldə etdiyi uğurlar qeyd olunub. Qeyd edək ki, Rafael Ağayev karyerası ərzində 5 dəfə dünya çempionu, 11 dəfə isə Avropa çempionu olub.